Verilişə çağırırsan, heç xəbərin yoxdur sənin. Bu özü də bilir axı bu proseslərdən keçib. Yəni bu o qədərmi IQ səviyyəsi aşağıdır. Birinci dəfə Amerikaya gedəndə mən 10 ay gözlədim burada, sonra döyüşdüm. Hərə ayrı-ayrı zallarda eləyir deyə bilmirsən, ola bilər görmürsən. Döyüşdən öncəki həftə bizdə biraz çətinliklər oldu. Onun da başı biraz bərk çıxdı. Amma yəni yarış nə qədər çox olsa yaxşı. Hərə bir yanda deyə para problemi olur və hər il UFC-yə daha çox idmançılarımız düşəcək. Deməli, dünya çempionatı bitdi. Odur ki, mən başlayacağam. 5-1. Yox. Sən nə deyirsən? 4-0. 4 ola bilər, bu maraqlıdır. Məncə 3-0. 3-0. Yox. Nə qədərdir Fərman? 6-0. 6-0 ya dostlar. Çünki bu Fərman Həsənovdur, hansı ki bizim UFC döyüşümüzdür. 6-0-la gedir rekord. Təsəvvür edirsiniz, Fərman ondan da artıq olsun. Nə düşünürsünüz? Necə olacaq? 10-0 yoxsa təxmini hansı məqsəd qoyubsunuz özünüzə? İnşallah yaxşı olacaq. Yəni bu gedişlə getsək, belə deyim, düzgün məşq, düzgün zborlar, düzgün qaydada addımlasaq yaxşı olacaq inşallah. Sıfırla da ümid edirəm ki, sıfırla da davam edəcəyik. Yəni artıq sıfırdır. Yəni buna artıq yüksək nəticə demək olar. Nə görə deyirəm yüksək nəticə? Çünki dostlar bu dəfə də biz yüksəkdəyik. Hilton'un 24-cü mərtəbəsindəyik və yeni podkastımız artıq efirdə. Qəbrin qoçu mən Rüfət Xələfov, Emin Əhmədov və dediyim kimi Fərman Həsənov. Fərman, ilk sual əlbəttə ki ondan ibarətdir ki, hər bir idmançı özünə bir limit də deməzdim. Belə bir məqsəd qoyanda misal üçün 10-0 eləyim. Sonra görə elə olur ki, misal üçün 10-0-a çatır, sonra olur 11. Səndə hansısa belə bir inamlar var ki, bax, misal üçün döyüşdən qabaq gərək mən belə yatım, sol tərəfdə yatım ki, döyüş alınsın. Ya da nə bilim, bax, o suyu içməyim, bax, bu yeməkdə yeməyim. Nəsə belə inamların varmı? Yox, elə inamlarım yoxdur. Prosta yaşayırsan, çıxırsan 6-0, içədə. Hə, ondan çox sağ üstə yatım, sol üstə yatımdan çox biz məşqləri, zbor, kamplar əsas odur ki, onlar düzgün keçsin. Game plan istədiyiniz kimi keçirdək həyatda, setkada. Yəni game plan da çox önəmlidir və game planı gerçəkləşdirmək də önəmlidir. Daha çox ona çalışırıq ki, 100% də olmasa, heç olmasa 70-80% game plan üzərindən gedək. Yəni onun nə qədər game plan üzərindən getdin, o qədər uğurlu olur döyüşlər. Ona görə belə şeylərə daha çox önəm veririk. Bildim, başa düşdüm. Ümumiyyətlə Fərman, biz neçə vaxt idi gözləyirdik sənin UFC-də cübut edilməyini. Keçən ildən gözləyirik əslində. İbrahimlə də həmişə əlaqədəyik ki, nə oldu? Zəngərim İbrahim, nə oldu Fərman, nə oldu? Az qalıb gözlə, az qalıb xəbər eləyəcəm. Hələ elan eləməmiş qabaq demişdi ki, Fərman vuruşacaq. Təbii ki, sən hazırlaşırdın buna və bilirdin ki, bunun gecə tezi var, olacaq. Bakını gözləyirdin, yoxsa gözləntin daha sonra və yaxud da daha əvvəl idi cübut eləməyə UFC-də? Ümumiyyətlə gözləyirdim. Yəni fərq etməzdi Bakı olsun, Amerika olsun. Amma yəni Bakıda olmağı da elə lap əla oldu. Elə o ərəfədə həm də kampdaydım. Amerikadaydım, təlim məşq toplanışındaydım. Yəni onsuz da hazır idim döyüşə. Orada da Bakının xəbəri çıxdı. UFC-nin Bakıda olmağı və məni təsdiq eləməkləri əla xəbər gəldi. Dedim, xəbər gələndə nə istər keçirdin? Yox, xəbər gələndə əla istər keçirdim əlbəttə. Elə ki, birinci kampım bitdi, arxası ikinci kampım başladı. Ona görə xəbər gələndə də əla, yəni sevindik əlbəttə. Yəni bunun üçün çalışırdıq, bunun üçün vuruşurduq. Şükür Allaha artıq UFC-dəyik. Ardı gəlsin inşallah. İnşallah. Erik Nolan adı eşidəndə birinci dedim nakavta salacağım. Amma 3 round lazım idi. Nə çatmadı? Yox, əslində mən finish eləməyi düşünürdüm. Yəni ona fokuslanmışdıq ki, finish eləyək. Amma bəzi səbəblərdən, bu görünməyən, bilinməyən səbəblərdən, bəzi travmalar, döyüşdən öncəki həftə biraz narahatçılıqlar oldu. Biraz narahatçılıqlar, xəstələnmək falan. Ona görə tam istədiyim performansı verə bilmədim və finish eləyə bilmədim. Amma yenə də, yəni şükür Allaha, qələbə ilə bitdi. 3 raundun 3-ü də. Yəni ki, hər şeydən razıyam. Amma döyüşdən sonra konferansda bir sual verdim sənə. Sənə İbrahim döyüş qabağı nə dedi? Sən baxdın, güldün, dedi deməyəcəm. Sonra İbrahim verilişimə gəldi.
Mən də telekanalda. Onu da soruşdum, nə dedi? O da demədi, deməyəcəyəm. Onda sən indi də soruşma. Ya bizdə demək olar. Yəni bizdə çındıra yoxdur. Nə deyibsən? Onda Hamısını deyə bilərsən. Yox, onda sən indi də soruşma. Mən soruşaram. Deməli nə demişdiniz siz? Bəs. Yox, problem yoxdur. Biz də çox məcbur eləmirik, amma həmişə bu qonaqlarımızda deyirik ki, bizdə idman podkastı olmağına baxmayaraq, yəni ilk Azərbaycanda belə idman podkastı hansı ki, tək futbola yox, bütün idmanlara yönləndirir. Bizdə rahatçılıqdır, sərbəstlikdir. Görürsüz necə başlayır, yəni 5-2 ilə, yəni. Yox, orada yəni bir şey dediyim döyüşdən öncəki həftə bizdə biraz çətinliklər oldu. Fərman bir həftə məşq eləməyib. Döyüşdən Döyüşün qabaq, axırıncı həftəsi. döyüşdən qabaq bir öncəki həftə? həftə, mən biraz xəstələndim falan, ancaq yatdım, heç nə eləmədim də. Görürsüz, əvvəl mənə güldü, dedi sol tərəf, sağ tərəf, deyir ancaq yatmışam. Ancaq yatdım. Bir Demək olar həftə. ki, rovno 5 gün, bir də həftə sonlarda falan. Yəni 5 gün zala falan heç nəyə getmədim. Yəni heç bir şey, nə döyüş, nə məşq, nə heç nə temperatur Yox, falan var idi eləyəmirdi, də, yəni, yəni eləyəmirdi. çox narahat idim. İbrahim də narahat idi. Məlumatları ötürür. Məlumatı Amma var. yenə də Prosta heç Fərman. kimə demirdik Ha. da biz. Onlar yəni indi öz problemlərimizdir və o döyüş qabağı elə şeylər Yəni təxirə salmaq da olmurdu da ki, deyəsiz ki, bəs sizdə təxirə salması deyildi və mən dietada saxlaya bilmədim çünki xəstə idim, avtomatik dietada. Pəhriz də pozuldu. Pəhriz falan da pozuldu. Birinci gün döyüş həftəsi, birinci gün çıxdım tərəziyə 85 kilo. 5-ci gün səhər də olmalıyam 77. 77. Birinci gün çıxdım, şükür Allaha çəkini verdim uğurla. 7 kilo 700 falan da axırıncı 4 günə 8 kilonun su ilə salırıq da biz indi. Bəlkə də məlumatınız var. Çəkini rahat verdim və bərpanı da yaxşı bərpa ola bildim. Gördüyünüz performansı da, döyüşü də, yəni narahatçılıqlar olsa da, tam istədiyimiz kimi %100 performans olmasa da, amma Amma takedownlarda rekord vurdun. Takedownlarda da. UFC rekordunu Ümumiyyətlə UFC-nin tarixində Bir raunda 77 welterweightdə bir raundda ən çox takedown eləyən oldum. 9 takedown. Verilişə çağırırsan, heç xəbərin yoxdur sənin. Yox, başqa ona çünki mən idman tərəfə baxmıram. Mən kameraları mən gətirirəm. Uşağa deyir ki, baxıram. kameraları mən gətirirəm deyə. Uşağa deyir ki, icazə verir, 5 dəqiqə otur, sonra get. İndi 5 dəqiqəni bitir, axırıncı sualı verim. Olur ki, bizdə gəlirlər, bizdə UFC döyüşçüləri Tofiq olmuşdu, bizdə Rafael olmuşdu. Həmişə soruşurdum ki, bəs ən belə çətin nədir? Şeydə də, yəni ki, məşqlərdirmi, yoxsa Amerikaya gedib gəlməkdir, nə bilim. Hamı deyir ki, çəki saxlamaq, çəki artmaq, nə bilim, çəki atmaq ən çətinidir. Bəs sənin üçün ən çətini nədir? Çəki prosesi çətindir. Çəkini salıb və burada ən əsas məqamlardan biri də bərpa olmaq. Çəkini düzgün salıb və bir günə sən düzgün bərpa olmalısan. Yəni bərpa ola bilmədin, bütün elədiyin kamp, bütün elədiyin məşqlər falan hamısı getdi boşa. Elə ki, neçə aydır tutalım kampdasan, nə bilim, istəyirsən zalda ta kimləri nə edirsən elə, hamısı da, yəni düzgün bərpa olmadın sabahsı döyüş günü axşama, hamısı boşa getdi. Yəni çıxasan ora 2 dəqiqə, 3 dəqiqə, maksimum 1 raund, sonra görə, bir dənə ona görə. Ən əsas, hərdən baxırlar, deyirlər idmançılara da, misal üçün, bu niyə belə elədi, bu niyə söndü, bu 1 raund, bu bəs zalda belə deyildi. Və yaxud bu keçən döyüşü belə deyildi, bu nə oldu, buna niyə belə oldu falan, birinci raunddan sonra söndü. Bu həmin o görünməyən tərəflərdir. Bəzən ola bilir ki, bərpa ola bilmirlər, çəkini salandan sonra çəkini düzgün sala bilmirlər və yaxud elə məndə olan misal üçün o problemlərdən biri, döyüşdən öncəki həftə. Məndə o problemi, xəstələnmək falan hər şey ola bilir. Amma bizdə şükür Allaha, yəni çəkini salmaq və bərpa prosesi əla keçdi. Hər şey əla oldu. O birisini də demək olar ki, o birisini də əvəz elədi də. Yəni hər şey yaxşı keçdi deyə o ötən həftəni yaddan çıxartdı. Ən çox çəki çəkmədə Fərman nədən üçün darıxırsan peki? Ayda bunu nə yeyərdin hər bir şey üçün yoxsa? Əsas hər bir şey. Hər bir şey. Bir əsas burger üçün. Əsas burger. Bir də şirniyyat, tort. Tort. Fərman, ümumiyyətlə LFD-də də sən çıxış edirdin. UFC keçəndə oktagon bağlandı.
UFC nədən fərqlənir? UFC-nin düzdür ab-havası biraz fərqlidir. Ağırdır. Hə, əlbəttə atmosfera tamam fərqlidir. Zaten döyüş həftəsində bəlli olurdu atmosferanın tamam fərqli olmağı. Oteldə gedişat, hər şey fərqlidir. Çəki olsun, Bakıda oldu open workout olsun, filan geyimlər falan verirlər, ancaq onları geyinirsən. Bütün yeməklə təmin edirlər döyüş həftəsində, o yeməklərlə də, yəni dietik yeməklərlə təmin edirlər falan. Zaten döyüş həftəsində istəyirsən ki, atmosfer tamam fərqlidir digər liqalardan. Və arenaya çıxanda da əlbəttə orada da bir daha istəyirsən atmosferin. Sıxılır. Yox, İnsan. yox, sıxılmaq yoxdur. Əksinə, yəni motivasiya Əksinə gəlir. Əksinə motivasiya gəlir. Yəni Bakıda da təxminən 11.000 adam var idi. Səhv eləmirəmsə, izləməyə gəlmişlər UFC-ni. Yəni ondan görünür ki, atmosfer fərqlidir və Çəkim arasında da adam çox idi. Hə, və open workout-da da adam Orada da çox adam idi, çox idi. açıq məşqdə. Və dəstək də həqiqətən olurdular. Yəni zalı səsləri belə deyim, səslərini eşidə bilirdik. Bütün zal hamı Dəstək lazımlı bir şeydir. Yəni ki, yəni bu izləyicilər falan hamısı oradan da buradan da onlara təşəkkür edirəm hamısına, bütün izləyənlərə, dəstək olanlara, yarışa gələnlərə və yaxud da sosial şəbəkələrdə dəstək olanlara. bəs dəstək olmayanlara hansı ki pis şeylər yazırdı? Onlara nə demək istəyirsən burada? İnanmıram, Şeyləri şey yazan olmuyor. Ay, sağ ol. Sən negativ düşüncələri məncə bir kənara qoy. 100%. Təmiz söz. Yoxsa bu dəqiqə 7-0 olacaq. Evet, 0 ola bilməz. Çünki mən UFC-də qeydiyyatdan keçməmişəm. Ona görə bu sayılmır. Bu düşmür rekorda. Nə olsa Rekorda da düşməyəcək, düşməyəcək. sağ ol. Ümumiyyətlə sən neçə vaxtdır xaricə təlim məşq toplanışlarına gedirsən? Yəni son bu UFC-yə qədər də ordaydın, həm orada vuruşursan. Demək olar ki, yaşayırsan orada. Neçə ildir artıq ordasan və sənin ora getməkdə, yəni nə təkan oldu sənin ora getməyinə ilk olaraq? Mən 3 ildir Amerikadayam. Yəni gedirəm, gəlirəm də döyüşürəm. Orada kampları eləyirəm, təlim məşq toplanışlarını və gəlirəm bura. Yəni zaten bu idmana başlayandan məqsəd UFC-yə düşmək idi. UFC-yə düşmək üçün də yəni 99% yəqin ki orada olmalısan. Orada olmalısan. Yəni ki göz qabağında, təlim məşq toplanışlarında. Onun üçün elə başladım MMA-yə Bakıda 2021-ci ildə. Amma ona qədər güləşdə idin. Ona qədər əvvəl sərbəst güləşlə məşğul olmuşam. 2021-də MMA-yə başlayandan sonra burada bir-iki dənə döyüşlər döyüşdüm. 2 dənə professional döyüş döyüşdüm. Sonra artıq baxdım ki, burada yəni siz liqa falan, bizdə liqada yoxdur. Bizdə yoxdur. Döyüşlər falan yoxdur. Yəni var 1-2 dənə belə misal üçün. Mən döyüşdüyümdə IFC-də döyüşmüşəm mən birinci burada. Yəni onlar da bir limitdir da. Yəni Təbii belə ki. bir bizim beynəlxalq bir liqamız yoxdur Azərbaycandakı misal. Ən azından Qazaxstandakı kimi, Özbəkistandakı kimi onlarda var. Onlarda var, Hə, onlarda misal üçün Bizdə də idmançılar- yaratmaq istəyirlər, ona doğru gedir. Hə, yaratsalar əla olar. Orada idmançılar ən azından təcrübələrini, rekordlarını artırırlar. Bizdə yoxdur. Və mən də döyüşmək məqsəd də UFC idi. Elə müəllimlərimlə məsləhətləşdim. Dedim Gedirəm ora, siz də gələrsiniz. gedirəm Zbora. Təlim məşq toplanışına elə getdim ora. Fərman 4 döyüşə kontrakt var səndə. Hə, UFC-lə Birinci bəli. keçdi, 3 döyüş qaldı. Ümumiyyətlə bu kontraktı davam etmək üçün əsas şou lazımdır ya da nəticə. Çünki Paramountla kontrakt bağlayandan sonra Dana White da demişdi, bizə əsas şou lazımdır. Nəticə göstərən, amma şou göstərməyən idmançı qala bilməz. İndi bu kontraktı təzədən 4 döyüşdən sonra imzalamaq üçün əsas nə lazımdır sənə? Şou, öz stili. Burada tək bir məqam deyil də, yəni şou lazımdır və ya nəticəsiz mümkün deyil. Nə qədər şou göstərirsən, çıxıb uduzandan sonra sən orada Saxlamayacaqlar. heç kim saxlamır. Yox, 16 milyonu qoydu cibinə çıxdı getdi. 30 saniyədə. O vaxtda kimi nəsə eləyib də yerindən yox, durub gəlib o da var, eləməyib ki. Yəni UFC-nin 2 dəfə çempionu olub da. 2 dəfə kəmər özü fərqli çəkidə. Fərqli çəkidə. çəkidə. O vaxtda kimi əlbəttə o çox yəni yaxşı nəticələr verir. Bu yəni bir-biri ilə bağlı olan bir şeylərdir. Hamısı olmalıdır. UFC şou da istəyir, UFC nəticə də istəyir, maraqlı döyüş də istəyir.
danışmağı da istəyir. Yəni hamısını da, yəni hamısı bir-birinə bağlı olan bir şeydir və Paramountdan sonra da əlbəttə daha çox üstünlük verirlər ki, show. Yəni show deyəndə maraqlı döyüş istəyirlər də. Yəni show çıxıb orada. Fərman, yaxşı, bəs səni qıcıqlandıran o biri bax kimdən ki çıxarsan döyüşə, bilirsən ki, bax budur, döyüşlərə 100% baxırsan. Olurmu ki, bax məsəl üçün döyüşü əladır, amma stili səni əsəbləşdirir. Həmişə baxsan ki, ayda bu məni bezdirir. Mən bunu nə qoyaram? Yəni ki, əlavə əsəb də ona da, yəni qarşı olurmu belə bir şey, belə idmançılar? Yəni olur. Yəni hamının olur da bir xoşuna gələn, gəlməyən, bu hamıda olur misal üçün. Ola bilər də press konfranslarda misal üçün başdan idmançılar danışır misal üçün bir-birinə nəsə şou yaratmaq üçün nəsə deyirlər falan. Yəni orada ola bilər də misal üçün deyirsən ki, yəni bu mənə xoş olmazdı da, bu mən olanda belə olsaydı mən başqa cür reaksiya verərdim falan. Belə düşüncələr ola bilər. Hə, yəni ki, İndi onu da hər idmançıya da eləməyəcək də. O baxırlar idmançıya. hə, o Fərmana keçəsi onda deyil. real olur da, yəni real şou olur onda. Yox, Fərman şounu başqa cür göstərir. 6-0-dır. Yəni məncə bu artıq bir deyirsən də stil. Bu bir stildir. Yəni insan 6-0-dan gəlir. Paramount dediyin o maraq deyirsən ki, necə artıra bilərsən. Təsəvvür elə ki, yox, 4 döyüşdən sonra 3 döyüş qaldı, düzdürmü? 3 döyüşdən sonra 9-0 oldu. Paramount deyir ki, bu nədir? Əla, maraqlı, özləri şey eləyəcək, yəni kontrakt, hə Fərman? Təkələ olsun. İnşallah elə də olar. Amma sən çəkidə kimin stili sənə daha çox yaxın, ola bilər xoşun gəlir, kiməsə oxşatmaq istəyirsən ya da Fərman öz stili yaratmaq istəyir. Hə, döyüşmək istəyən adam. Yəni özümü heç kimə oxşatmaq istəmirəm. Hə. Amma məndə stil daha çox yəni güləşdən gəldiyim üçün Məktəb odur. Hə, məktəb odur. Yəni güləş stilidir məndə. Mənim çəkimdə də bir yerdə elə məşq eləyirəm Amerikan Top Team-də. Yaroslav Amosov var. Hə. O da elə eyni güləş parter. O da çox güclüdür. 3 qat sambo dünya çempionudur. Rekordu da 29-1-dir səhv eləmirəmsə. Hə, 3 qat, 2 son. Hə, illərlə də Bellator'un çempionu olubdu UFC-dən qabaq. İndi hal-hazırda UFC-dədir. Elə bir yerdə Amerikan Top Team-də, hə, elə təlim məşq toplanışında bir yerdə elədik. Mənim çəkimdə odur. Hal-hazırda top 10-luqdadır 77 kilo çəki dərəcəsində. Elə o da elə mənim kimi, o da güləş falan belə meyllidir. Düzdür, yəni stoykası da, əl-ayağı da. Zaten bu idman elədir ki, bir tərəfin zəif olsa, O birisi tərəf onu o birisi tərəf yəni ki, yəni zəif olmamalıdır. Yəni hər tərəfdən hazır olmalısan. Sadəcə bu game plan olur misal üçün. Sən güləşçi ilə düşəndə başqa salırsan, çalışırsan. fərqli game plan qurursan misal üçün. Stoyka işləyir, strikerla döyüşəndə tutalım, bu güclü boksyordur. Sən buna fərqli game plan qurursan ki, mən bundan güləşəcəm. Yəni sən bunu game plana uyğun gedirsən. Sən bundan güləşirsənsə o demək deyil sənin stoykan zəifdir və yaxud sən güləşçi ilə düşünsən, fikirləşsən ki, mən bunu nokaut eləyim. Düzdür? Sən güləşmirsən ondan, ancaq çalışırsan ki, zərbələrlə nokaut el. O demək deyil ki, sənin güləşin zəifdir. Yəni sənin də güləşin hər tərəfli, hamı zaten hər tərəfli hazırlaşır. rəqibə uyğun hazırlaşsan da, Hamı hər tərəfli hazır olur. Sadəcə rəqibə uyğun rəqib verildi, ona uyğun game plan qurulur ki, bu rəqiblə belə döyüşəcəm. Belə döyüşsəm daha yaxşı olacaq. Game plandan da maksimum dərəcədə çıxmamağa çalışırsan. İndi insansan, arada olur biraz agresiya falan deyirsən. Emosiyalar. Gavura görüm. Plan B olur. Hə? Döyüş vaxtı plan B olur. Yox, plan B yəni ki, olmur. Sadəcə kornerlərə işdirsən. Yəni o döyüş əsnasında misal üçün ola bilər nəsə dəyişiklik, istədiyin kimi alınmaz falan. Döyüşün gedişatından kornerlər sənə deyir ki, bunu belə eləmə. Bir fasilədə, bir də ki, döyüş ərəfəsində. Fasilədə deyir ki, misal üçün baxar ki, birinci raund istədiyiniz kimi getmədi, game plan dediyiniz kimi getmədi. Korrektirovkalar bəziləri. Bunu belə eləmə, bunu belə eləmə. Misal üçün məndə elə döyüşdə birinci raund güləşdim başdan axıra. İkinci raundun ortasında bir dənə söndüm. Bir dənə nəfəs məndə getdi, gəldi. İkinci raundun ortasında bir dənə nəfəs getdi, gəldi. Mən də eşidirdim da müəllimləri. İkinci raund bitdi. Hiss elədim ki, o xəstəlik gəlir. Təbii gəlir bə. İndi gəlir. Üçüncü raund müəllim dedi ki, güləşmirsən ki, biz deyəndə güləşəsən.
2 dəqiqə, O oradan daha yaxşı görür Hə. axı. 1-2 dəqiqə misal üçün güləşmirsən. Dedim, okey. 1-2 dəqiqə ancaq stoykada, bir hərəkətlər, bəzi bir-iki dənə yumruq falan. 2 dəqiqə falan keçdi. Müəllim dedi ki, uca vaxtdır. Bu olar. Elə onu deyəndə girdim. O 3-cü raundda var, girib qaldırıram. 3-cü raundda orada. Müəllim dedi ki, girmək lazımdır. Elə onun 3-cü raundda 2 dəqiqə falan keçdi. Girdim. Ondan sonra 3 raundda, 3 dəqiqədə 3-cü raundun parterdə bitdi. Döyüş elə bitdi. Yəni elə döyüş ərəfəsində ola bilər o B planları. Amma ondan qabaq game plan, yəni bir dənə game plan qurursan. Əsas qurduğun planla gedirsən də. Elə olur ki, razı olmursan məşqinə. Niyə mən stoykada dolaşım, partada salım? Yo, o razı olmamaq kimi bir şey olmur. Çünki bu bir yerdə qərar verirsən də, yəni məşqçi də öz-özünə demir ki, bu. Yəni rəqibə baxırsınız, analiz edirsiniz, bir yerdə qərar verirsiniz ki, bu belə olmalıdır, bu belə, buna bu kimi yanaşmaq lazımdır. Belə. Fərman, ümumiyyətlə UFC-nin Bakıda 2-ci ildə ardılığı keçirməyi bizdə MMA-ya da böyük təkan verdi. Həm də öz idmançılarımıza yol açıldı UFC-yə düşmək üçün. Daha əlçatan oldu da, belə desək. Üzdə olan idmançıları daha da tez çağırdılar. Məsələn, keçən il 3 nəfər idisə, onlardan ikisi xaricdə böyümüş, vuruşmuş idmançılar idi. Yəni öz idmançılar, Azərbaycanlılardan mı xarici məktəbdən gələnlərdir. Bir Tofiq idi. Bu il sən də qoşuldun ora. Tahir də qoşuldu. Düz Tahir də indi çox məşqin Rusiyada edir, səhv eləmirəmsə. Yerli idmançılarımıza çatmayan əsas nədir ki, böyük liqalara daha az uşaqlarımız gedir? Yerli idmançılarımızda belə deyim, mən idman burada olanda məşq eləyirəm cavanlarla. Yəni bizim idmançılar çox yaxşıdır, həqiqətən çox güclüdürlər. Çatmayan bir təlim məşq toplanışları, yəni çıxmalıdırlar. Çıxmalıdır. Amerikada, lap olmur Avropada, Tayland. Yəni təlim məşq toplanışları, hansı ki, orada dünyanın ən güclü idmançıları gəlir, döyüşçüləri, bir yerdə onlarla məşq eləməyi. Yəni daimi təlim məşq toplanışlarında döyüşdən qabaq elədilər, döyüşdülər, qayıtdılar. Bu təlim məşq toplanışları mütləqdir. Bir bu olmalıdır. Bir də burada doğru menecer məsələsi. Əsas problemimiz odur. Futbolda da o problemdən üstümüzdə. Menecer məsələsi də burada önəmlidir. Burada çünki düzgün insanlarla belə deyim də əlaqədə olmaq lazımdır. Menecer də önəmlidir. Hansı ki, səni dartıb ora aparıb çıxarda bilər. Yəni biraz pul xərcləməlisən, sonra pul qazanmalısan. Pərvin, pul, yəni ki, bu təlimlərə getmək üçün əlbəttə pulu, yəni ki, o xərcləməlisən. Çətindir. Yox, Pərvin deyir, menecer özü əslində nədir? Düz demirəm. Bizim yaxşı menecer, bizim yaxşı menecerimiz olsaydı, ölkənin ən yaxşı klubundan futbolçu Türkiyənin 2-ci liqasına getməzdi, daha yaxşı kluba gedərdi. Qardaş, bizim yenə də qonağımız Fərmandır, xahiş edirəm. Biz başqa şeylər Diskusiyalara keçirik. Debatlara keçir. Diskusiya olsaydı cəhənnəm. Bu debatlara keçir. Ya bizim formatımız başqadır, yaxşı. Qayda qoz format. Sən özün menecer ola bilərsən. Sənin xəbərin var. Push 30-da yeni bir layihə çıxıb, ailə üzvünü gətir adlanır. Bir, yəni kliklə götürürsən və elə bir ki, ailə üzvünü əlavə edirsən tətbiqə, o səndən gedə bilir məşqlərə. Bildin, sən də menecer ola bilərsən. Odur ki, göstər öz məharəti. Odur ki, əziz dostlar, əgər siz Push 30 istifadə edirsinizsə, onda siz öz ailə üzvünü Push 30-a qoşa bilərsiniz. Maraqlıdır Fərman, bəs sən kimisə öz əhatəndən. İndi aydın məsələdir ki, sənə bizim cavanlarımız baxıb gəliblər idmana, UFC-yə. Bəs öz əhatəndən, misal üçün dostun sənə deyib ki, Fərman, mən də istəyirəm, belə gedim məşq edeyim. Mən bir dəfə məşqə aparım, nə bilim, boksa, güləşə. Olub mu belə? Olur, əlbəttə. Yəni məşq hamı məşq eləmək istəyə bilər. Hamı istəyir. Hamı. Prosta hamı qalmır da axıra qədər. Əslində hamı eləməlidir də, yəni məncə. Bu sağlamlıqdır. Ya peşəkar idman sağlamlıq deyil. Yox, peşəkar tərəfdən demirəm mən. Ümumi deyirəm. Yəni peşəkar soruşunu Fərman düzgün deyir. Ümumi tərəfdən soruşdum. Ümumi tərəfdən. Yəni peşəkar, yəni yığsın misal üçün dostum 35 yaşı var desin, mən misal üçün mən də gəlim deyənə kimi misal, yəni bu məşq eləmir. O biraz mənasızdır. Yox, mənasızdır. Yox. Amma belə əlbəttə yığırlar. Yəni gedib məşq edə bilərsən. Yox, çox sağ ol. Mənim işim var. Sən gəlmək istəyirsən. Yox, vaxtım yoxdur, getməliyəm. Dostlarım bəziləri deyir, mən vaxtında kickboksinqa getmişəm, güləşə getmişəm. Ümumiyyətlə idmanda qalmaq üçün cavan adamlara nə qoymur idmanda qalmaq? Həvəs, yanaşmaq. Personal cəhətdən sorsan, yəni qalmaq yoxsa? Bəli.
İdmanda Biraz gələcəkdə yəni idmançı Bakıda olmaq. mən gördüklərimdən deyim, maddiyyat cəhətdən biraz qala bilər. Çətindir. Hə, çətindir. Həm Biraz. işləmək, həm də Paralel işləmək lazım. Paralel, yəni maddiyyat yol vermirsə, paralel məcbur işləməlisən. Uca yarış qabağı kamplarda falan saxlamalısan. Yəni bu indi idmançılar bilir də. Yəni çox mən gördüyüm idmançılardan çoxsunun maddiyyat biraz. maddiyyat. Sırf o tərəfdən davam eləyə bilmirlər və psixoloji o üstün gələ bilmirlər də bu problemlərə. Ona görə atırlar, idmanı dayandırırlar. Elə idmançılarımız çox oldu bəli. Yaxşı perspektivli. Hə, elə idmançılar Öz Türkiyədən qırağa çıxa bilmirlər deyən Hə. böyük nəticə də qazanan burada. hə, Əsasında ona bu görə- qeyri-olimpiya növlərində olur da belə. Yəni Bunda burada hə, xarakterdən də asılıdır hə, yenə də. burada artıq xarakter, psixoloji o qədər güclü olmalısan ki, heç bir şey səni belə deyim də, yəni razı olmalısan da buna. Yəni bu elə bir şeydir ki, sən nəticən 5 il sonra da ola bilər, 10 il sonra da ola bilər, 3 il sonra da ola bilər. Yəni bunu sən bilə bilmərsən də, travman olur, getdi 5 ay, 3 ay ola bilər ki, idmana bir dənə əməliyyat oldun, getdi 5-6 ay misal üçün döyüşə bilmirsən. Yəni bu kimi şeylərə psixoloji cəhətdən hər adam biraz dözə bilmir. MMA-də ümumiyyətlə daha çox müddət lazımdır. MMA daha çox vaxt tələb eləyir. Səbr. Mən misal üçün birinci dəfə Amerikaya gedəndə mən 10 ay gözlədim burada, sonra döyüşdüm. Birinci döyüşüm LFA-də. Mən getdim orada döyüş tapa bilmirdim ilk dəfə gedəndə. Niyə tapa bilmirdin? Səbəbi nə idi? Menecerim yox idi. yəni. Heç nə yox idi. Bəzi insanlar deyirdi ki, hə, sənə döyüş Bəs də dur gəl, hə. okey. Yo, orada misal döyüşdə o deyirdi, döyüş verici deyirəm, okey. Hə, yo vermirdilər falan da. İndi çoxdur da elə insanlar misal üçün yalandan deyirlər. Elə bir 10 ay gözlədim. 10 ay sonra menecerlə tanış oldum. O mənə danışdı LFA-dən döyüş verdilər. Amma Səbir. yenə də Pərvin yadındadır, biz Fərid Mənsuru çəkəndə ötən verilişdə o da demişdi ki, bütün çempionlar belə də necə deyim, çətin vəziyyətlərdən gəlib çempion olub. Yəni doğrudan da əziyyətlə yəni gəlib. Heç kim yəni nə bilim belə. Yo, əlbəttə əziyyətsiz, yəni bu əziyyətsiz mümkün deyil. Yəni kim Yo, o maddi tərəfi nəzərdə tuturdum. Yəni Fərid müəllim də onu demişdi ki, yəni maddi tərəfdən də biraz çətinlik olanlar, yəni çətin vəziyyətdə həm maddi, həm belə, amma gəldilər çempion oldular. Yəni maddi cəhətdən zaten düşüş qalxışlar olur. Maddiyyat cəhətdən o olur, amma idmanda olanda daha çətin. daha çətin əlbəttə. Bilmirsən idmana baxarsan yoxsa İdmana yoxsa maddiyyat cəhətdən. Ona görə indi gənclərdə də çoxsunda o problemlər olur. Yəni sponsor məsələləri də çətin olduğu üçün, məsəl üçün gənc idmançılara sponsor falan yoxdur deyə onlar da biraz o cəhətdən problem yaşayırlar. Yəni mən gördüklərimdən də. Yəni sənin Ona sualına görə- cavab, yəni nə şey eləmir, gəlmir, irəliyə görə irəli getmirdir. Yəni ki, davam eləmir idmanı çünki fikirləşir necə eləyəcəm, nə cür eləyəcəm. Ümumiyyətlə bu demək olar ki, indi pikdəsən, amma ondan böyük də pik ola bilərsən də. Amma UFC gələndən sonra fərman insan kimi dəyişilibmi, ya da eyni qalıb? Yox, Ya da sənə bir yanaşma dəyişilib? Azarkeşlər biraz çox. Hə, Daha çox adam yanaşma, tanıdı. elə yəni ki, daha çox fanat kütləsi artıb, belə deyim, Maşallah. dəstək olanlar falan sosial şəbəkədə də olsun, döyüşdə də. Yəni elə çoxalıbdır, sağ olsun, dəstək olurlar, yazırlar, təbrik eləyirlər. Elə Döyüşdən sonra Naxçıvana getdiniz. hə, döyüşdən sonra İbrahimlə danışdıq. Hə, Bir səfərimiz var, gedək gələk ondan Getdik, sonra. Naxçıvana. Necə keçdi səfər? əla. Necə Çox qarşıladılar orada? Əla qarşıladılar. Orada da sağ olsun MMA müəllim var, Xəyal müəllim. O qarşıladılar, əla hər şey. Orada seminar verdik. Gördüm, Gənc gördülər. idmançılara, hər şeyə əla keçdi. Naxçıvanda çoxdan da olmurdum. Naxçıvan da çox qəşəng, çox Biraz gözəl evə getdin, yerdir. dəydin. Orada getdim, orada dəydim. Orada çox gözəldir. Və ümumiyyətlə ölkədə MMA-da vəziyyət nə yerdədir hal-hazırda? Ümumi vəziyyəti götürsək, həm idmançıların yetişməsi, həm məşqlər, həm yarışların təşkil olunması, nələrsə bir təkanlar baş verir, yoxsa elə hələ ki əvvəl kimi gedir? Yəni təkanlar liqa yoxdur, mən görmürəm. Yəni bir professional səviyyə. Ən böyük problemimiz liqadır. Bilmirəm.
Əlbəttə liqa mütləq lazımdır ki, o idmançılar misal, yəni çıxsın da göz önünə çıxsın. Çünki idmançılar məşq eləyir, döyüşə bilmir, 2 il, 3 il, 4 il məşq eləyir, məsələn, yarış yox, heç nə yox. Məcbur yer işləyir də, atır idmanı. Həvəsdən düşürlər də. Yəni bir dənə döyüş liqası lazımdır ki, həmişə onlar Heç olmasa öz aralarında əlbəttə, yəni döyüşsünlər, təcrübə yığsınlar, rekordlarını falan artırsınlar. Həvəskarda? Həvəskarda da həmçinin. Həvəskar keçirdilər, Respublika çempionatı falan keçirdilər. Gedirlər Qammanın Avropa dünya çempionatını falan döyüşürlər. Həvəskarda. Amma yəni yarış nə qədər çox olsa yaxşıdır. Yəni professionalı keçsinlər 3 aydan bir, misal 4 aydan bir. Həvəskar keçsinlər 2 aydan bir. Lapon da keçsinlər 3 aydan bir. Ümumiyyətlə yəni ki, yarış mütləqdir. Açılışsınlar, pişsin uşaqlar. Onun üçün mütləqdir. Bir də idmançılar hərə bir yerdə, məsələn, bir yerə bir yığılsalar, məncə daha yaxşı olardır. Ümumi də, yəni respublika bir təlim məşq toplanışı. Bir təlim məşq toplanışı olsa, bütün idmançılar da hamısı bir yerdə məşq eləsələr, məncə daha yaxşı olur. Çünki dağınıqda para problemi çox olur da. Hərə bir yanda məşq eləyir, hərə bir yanda deyə para problemi olur. Paralar tapmaq olmur. Həmişə də bütün dava idman növlərində maraqlı olub sparring. Hamı sparring gününü gözləyirdi. İndi orada çox artırırsan da, yəni sparringdə o para görməsən, yəni para görüb artırırsan da, o təlim məşq toplanışları falan ona görə çox vacibdə getməlidirlər. Amerika olsun, Tayland. Orada paralar çoxdur və onlarla həm məşq, həm də sparringlər eləyirsən çoxlu. Orada daha çox artırırsan, yəni hiss eləyirsən də. Təbii ki, o daha güclülərlə vurursan. Daha güclü əlbəttə görürsən UFC döyüşçüləri ilə, nə bilim, PFL döyüşçüləri falan onlarla işləyirsən, döyüşürsən və öz gücünü də hiss eləyirsən, özünə daha çox inamın da artır ki, yox, yəni mən bununla misal üçün döyüşürəm, zəif deyiləm də. Yaxşı, bəs Fərman, bilik ki, zəif deyilsən, yəni nəticələrin bu barədə danışır, amma Fərman sənə döyəcək axırda. Ola bilər. Kimisə aparacaq da. Kimisə aparacaqlar. Yox, buradan tez düşmək olar, yəni bilirəm. 24-dən ən çətin sənin üçün rəqib hansıdır? Hansı ki, kickboksçudur, güləşçidir, boksçudur, hansıdır? Sənə ən çətin gələn hansıdır? Yəni reallıqda. Belə çətin gələn, məsəl güləşçi rəqibim də olub. Yəni fərq eləmir. Axırıncı döyüşdüyümdə məsəl üçün əleyhaq daha çox işləyəndə əlləri çox döyüşünü nokautla bitirmişdi. Erik Nolan da, yəni CFFC-nin də çempionu, Amerikada CFFC liqa var. Oranın çempionu idi, oradan gəlmişdi UFC-yə. Tanırdım, döyüşdən qabaq tanırdım onu, təcrübəli. Yəni stoyka işləyən idi, onunla da bir problem olmur, güləşmək olur. Və LFA-də birinci döyüşümdə güləşçi döyüşçündən düşmüşdüm, Kanadalı. Onunla da game plan fərqli qurmuşdum ki, onu nokaut eləyim. Onun da başı biraz bəş çıxdı. Nə qədər vurdum, nokaut, əlim sındı orada ikinci raundda. Barmağım sındı ikinci raund. Yəni 3 raund ondan ümumiyyətlə güləşmədim də, ancaq 3 raund onu ancaq istəyirdim nokaut eləyim. Nokaut eləyə bilmədim onu. Əlim sındı. Sonra da elə Amerikada başqa game plan. Tamam başqa game plan. 3 raund o güləşmək istəyirdi. O misal üçün güləşirdi, mən müdafiə eləyirdim. Çox maraqlı, sən prosta güləşənsən. Yəni ki, nəyə görə game plan maraqlıdır. Orada deyib ki, mən sənə stoykanı göstərəcəm, o deyib ki, mən sənə güləşi göstərəcəm. O güləşməyə çalışırdım. O ancaq elə güləşməyə çalışırdım, girsin, yıxsın, mən müdafiə eləyirdim və bir də ki, bilmirəm, baxdıq döyüşə yox. Bir də çalışırdım nakavı. Çox udarı vurdum ona. Çox zərbəyə, amma əlim də aşmadı. Əlim də sındı. Nasıl ki qələbə ilə bitirdin? Şükür Allah onu da qələbə ilə. Bakıda nəticəmiz 3 qələbə, 1 məğlubiyyət. Tahir, Rafael Dotla, onları təbrik edirik. Amma Nazimdə Camilona qarşı nə alınmadı? Yəni bu idmandır. Burada ola bilir belə şeylər. Bunu demək olmur da. Bəzən istədiyin kimi getməyə bilir. O qədər tez gözləmədin. Və yaxud gözləmədiyin kimi başqa şey planlayırsan, amma zərbədir, dəydi, nokaut ola bilirsən, aşa bilirsən. Yəni burada submissiona düşə bilirsən. Bu MMA biraz sürpriz idman növüdür da. Yəni ki, bəzən olur gözləntilər fərqli olur. Hamı düşünür ki, sən 90% sən udassan, amma uduzursan, udara düşürsən. Halbuki sən ola bilər 3 raund döyüşsəydin udardın. Amma udara düşürsən,
və ya nokaut olursan, döyüş vaxtından tez bitir. Ona görə belə şeylərdə yəni heç kimə demək olmur ki, niyə belə oldu, niyə görə Nazim oldu. göstərmiş hakimə ki, yəni ki, nəsə tez bitirdi döyüş. Çünki bir il əvvəl Nazim də birinci uduzurdu, amma sonra hücumda qələbə qazandı. Orada Yenə də gözləyirik bunu, amma səncə ola bilər biraz tez bu döyüş başa çatdı? Ola bilər biraz tez, amma o sürətlə açdığına görə məncə hakim ona görə tez saxladı. Bu boşaldı, udar dəydi. Bu açdı, amma düzdür, sonradan özünə gəldi. Yəni saxlamaya bilərdi. Yəni elə olubdu ki, mən görmüşəm, ondan ağır situasiyalar olub, amma hakim saxlamayıb. Hə, ondan ağır vəziyyətlərdə olubdu, misal üçün nə qədər vurub hakim saxlamayıb. Hə, orada da ola bilər ki, hakim biraz Tələsdi. tez saxladı. Hə, onu yəni orada da hakimin qərarıdır da o bilmək olmur. Belə də ola bilər, belə də ola bilər. Hə. Ona görə biraz növbəti döyüşə ehtiyatlı. Necədir planınız? Hazırlaşırsınız? Rəqib seçimləri başlayıbmı? Kimsə təklif eləyiblərmi? Yox, hələ heç nə təklif yoxdur. Növbəti döyüş yəqin ki planlanır. Dəqiq tarix yoxdur, planlanır oktyabr, noyabr ayları bu arəfələr ola bilər. Yəni il sonuna kimi bir dənə döyüş gözlənilir. Hə. Gözlənilir. Hələ belə təlim məşq toplanışlarına başlamamışam. Burada öz zalımızda məşq eləyirəm və biraz həm istirahət, həm də ki bərpa travmalar, zədələrdən falan bərpa prosesi gedir. Bəs istirahətdə necə Fərman? Olur ki, misal üçün indi aydın məsələdir ki, məşqlər olmur, çünki istirahətdəsən də nə qədər məşq olar. Məşqdən savayı hansı bir idman, nə bilim, futbol, basketbol. Dənizə gedirsən. Yox, dəniz başqa. İndi onu soruşam, yayda əlbəttə dənizə gedir. Nə bilim, belə bir şey. Yox, yəni əvvəl o futbol oynayırdım, basketbol oynayırdım. Yox, neçə müddətdir yox. Yoxsa futbol biraz travmaya görə topuğumda travma var. Futbol ona görə istəmirəm ki, travma təzələnir. Hə. Amma belə basketbol elə düz dedi dənizə. Amma futbolu baxırsan. Yox, baxmıram. Çünki UFC dünya çempionat vaxtına düşdü. Yox, futbola baxmıram. Döyüşdən sonra nasıl futbola? döyüşdə baxırdı, hə, getdi. Onlar vurdu, mən də vuracam. Yox, Almaniya döyüşdən qabaq İbrahimdən soruşuram ki, bəs İbrahim, Fərmanla dün neçə ildir müəllimsən, məşq keçirsən? Nəsə bir maraqları, idmandan savayı nəsə məşğul olur, nə? Musiqi falan, nəsə başqa bir maşın, nə bilim, nəsə bir deyir yox, heç nə yoxdur. Ancaq məşq. Hasan gəlsən zaldadır. Vaxt yoxdur heç nə. Nəsə bir maraq göstərsən ümumiyyətlə idmandan savayı özün. Və yaxud da nəsə bir maraq göstərmək istəyərdin, amma vaxtın vaxt olmur idmana görə. Surfing misal üçün. Surfing onu deyəcəyəm. Doğru deyirsən. Necə hiss edirsən? Surfing ona marağım var, amma həm travmatikdir də. Orada da yıxılır. Surfing ya da surfing özünə. Hə? Surfing ya da surfing özünə. Surfing özü. Sən Taylanda get ona görə ya da Şri Lankaya orada normal surfing var. Normal misal üçün marağım var, amma elə yəni yoxlamamışam. Surfing mən deyəndə qarı nəzərdə tuturdum ha. Yoxsa sən dediyin yox. Şey dalğalı. O snowboarddur. Öyrədəcəm sənə. Bunları versişdən qabaq onları öyrən. Sən arada bəlkə qonaq olanda o idmançı statistika nəzərindən biraz təkərə düşür. Ehtiyat edir də. Karyerasını qurtarmışlar olanda rahatdır ki, karyeranı qurtarıb çox olmayacaq, çox incitməyəcək. Bəli, 24-cü mərtəbə yaxınlaşın, götürəcəm sifariş. Pizza sifariş edim, gəldim. Pizza yemək olar döyüş qabağı. Döyüş qabağı deyil, döyüş sonrasıdır yemək olar. Döyüş sonrası Döyüş sonrası kababdır, 100% birinci növbədə. Tort yadımdadır. Demişəm burger. Çəkilir sonra baxır. Burger. Fərman, indi birinci məqsəd UFC-də ən yaxın belə məqsədlər nədir? UFC-də qalmaq ya da kimisə qalib gəlmək. Topon, kəmər. Yox, əlbəttə ilk məqsəd UFC-yə düşmək idi. Şükür Allah UFC-dəyik. O var. O var. İndi də 4 döyüşlük kontraktın 3 döyüşü qalıb. İnşallah bu 3 döyüşü də qələbə ilə bitirmək, yəni məğlubiyyətsiz. Ondan sonra da məqsəd topon. Hə, məqsəd topona düşməkdir. Yəni bu da bilirsiniz ki, illər alan bir şeydir. Yəni bu müddət lazımdır bunun üçün. Yəni bu 1 ayda, 2 ayda, 5 ayda olan bir şey deyil. Yəni orada UFC-də döyüşdülər, illər də orada döyüşdülər. Elə döyüşçülər 5 il, 8 il, 10 ildir UFC-də döyüşən idmançılar var.
Amma topa düşmür də. Neçə il olur. Yox, topa düşənlər də var. Gedib gəlirlər də, Çoxsu topa Aynen. düşürlər. Aynen. Çoxsu yəni ki, bu eləsi var məsəl 8 ildir döyüşür, hə indi topdadır. Düz az müddətdə düşənlər də olur. 2 ilə, 3 ilə, 4 ilə. Yəni bu bilmək olmur da dediyim kimi səbr tələb eləyən və Rəqiblərdən əzmkarlıq. asılıdır da, hansı rəqibləri Hə. keçirsən. Hansı rəqibləri necə döyüşü bitirirsən. Yəni sən arxa-arxaya məsəl üçün knockout bitirsən, finish eləsən, submission vaxtından tez bunlar da kömək edir və verilən güclü rəqibi udmaq da səni reytinq olaraq qaldırır. Fərman, bəs yaxşı, indi bax Emin soruşdu bu UFC-dəki Danışmaq istəyirdi, qoymadım. Ki, maraqsız danışır. Sonra verərsiniz. Hə, ayısı, bəlkə də vermədik. Fərman, yaxşı, indi bax Səni, hə, Sən nə, Franla говорить. Fərman, indi Emin soruşdu bu UFC-dəki məqsədin haqqında, amma UFC-dən savayı biz bilirik ki, həyatda da məqsəd olur, yəni həyatda da hədəf olur, hədəflərə çatırıq, ondan sonra digər hədəflər olur. Bəs UFC-dən sonra hal-hazırda sənin həyatındakı hədəf nə hədəfdir? Necə görürsən o hədəfi? Necə olacaq Fərman? UFC 15 ildən sonra. UFC-dən sonrasını hələ düşünməmişəm. Bu Hələ indi başlayır. UFC-yə təzə düşmüşük. Hələ bir UFC-dəki hədəflərimizi inşallah gerçəkləşdirək. UFC-dən sonrasında sizin növbəti podkastda Danışdıq. Görürsən, bu var da Elə bir belə. əsgərliyə təzə getdin, uje Cembildən fikirləşirsən, amma 3 gün əsgərlikdə. Hə, üstün gedib. Dembildə niyə eləyəsən? Nə bilim, görək də. Fərman, bizim digər maçlardan gözləntin nədir? MMA-da vuruşan. Fərq eləmir liqaları. Ümumiyyətlə, yəqin ki, hamısı ilə əlaqədəsən. çoxsundan. Yəni bir neçəsi ilə əlaqədardır. Yəni bizim idmançılardan gözləntim yəni yüksəkdir, həqiqətən güclüdür bizim idmançılar. Yəni mən bunu Amerikada da təlim məşq toplanışlarında oluram, orada məşq edirəm, öz idmançılarımızla da eləyirəm. Yəni heç bir zəif əksi tərəfi yox, hamısı güclüdürlər, xarakter olaraq da, güc baxımından da. Sadəcə dediyim kimi bizim idmançılara bir liqalarda döyüşmək, düzgün menecer, düzgün insan da bunları aparıb hansı liqalara çıxarda bilən. Bir də ki, təlim məşq toplanışlarında olsalar, inşallah inanıram ki, və hər il UFC-yə daha çox idmançılarımız düşəcək. Cavanlardan, misal üçün, Nihad var. Onu deyə bilərəm. Bir yerdə mən burada olanda mən təlim məşq toplanışında yarışdan qabaq, UFC-dən qabaq o gəlirdi, onunla bir yerdə məşq edirdik. Nihad. O misal üçün yaxşı uşaqdır, perspektivli uşaqdır. Belə davam eləsə inanıram ki, o yaxşı Nəticələr verə biləcək. yaxşı nəticələr əldə eləyəcək o. Mən əsasən yəni məşq elədiyim nətəri hansı ki bildiyim də, yəni bilirəm ki, bununla misal üçün. Hadi yəni sən postayan ordasan deyən, burada işlərdən xəbərin yoxdur da, o qədər də. İşlədiyimdə para kimi işlədim uşaqlardan deyə bilərəm ki, misal üçün Nihat olsun və yəni bunlardan deyə bilərəm ki, bunlarda o perspektivi Potensial görürəm. var. Potensial var bunlarda. Və bir də bunları da görmək üçün dediyim kimi də bir yarış olsa, liqalar olsa, keçsələr yarışlar gedib baxsaq eləsək, onda daha çox çıxacaq da üzə. İndi misal üçün ola bilər dediyim kimi hərə ayrı-ayrı zallarda eləyir deyə bilmirsən, ola bilər görmürsən. Ümumiyyətlə təlim məşq toplanışına yığışmır heç kim. Hə, elə də olmur, biz görməmişəm elə bir şey. Fərman, sən misal çəkdin ki, idmançılar illərlə vuruşur, çıxış edir, amma idmançının yolu stabil olmur. Məğlubiyyətlər də olur, qələbə seriyalar da olur və istər-istəməsə idmançı kritika ilə rastlaşır azarkeş tərəfdən. Ümumiyyətlə səndə nə vaxtsa olubmu belə bir şey və belə şey olanda necə kritika ilə mübarizə aparmaq olar insan cəhətdən? Necə azarkeşlərin negativ düşüncələri ilə. Əlbəttə. Yox, kritikada qınamaq daha çox. İndi kritika bir, Olur, sosial şəbəkələrdə də olur. Qınaq yəni ki, hədəfi olanda. Buna fikir vermək lazımdır ya da Yox, ona fikir vermək lazım. Mən fikir vermirəm. Yəni münasibətin də. münasibət. Hə, yəni Yəni mən sənə dəymir də. Yəni Çünki bəzi idmançılara bəlkə yox, bu bir təzyiq göstərir. Bu elə bir şeydir ki, bu fanatın azarkeşin yanaşması tamam fərqlidir. İdmançının yanaşması tamam fərqlidir. İdmançı durub bir fikir bildirsə, deyərsən ki, bunu idmandadır da, bu yəni necə belə bir fikir bildirir? Çünki bu özü də bilir axı bu proseslərdən keçib. Yəni bu o qədərmi IQ səviyyəsi aşağıdır. Bu durub belə bir məsəl bu da bilir bunun travması var, bərpası var falan bir. Amma
tamaşaçıya maraqlı deyilsən, travman var, Ay, bərpa ola bildin, ola bilmədin. Çıxır Axşam deyir, pis Backstage-i burada. görmürlər də, o backstage-i görmürlər. Görmürlər, misal üçün deyir, buna bax vura bilmir. Vur da onu misal üçün. Futbola misal üçün də futbola baxırsan, deyirsən mən oynaya bilmir misal üçün. Ömrünü verib futbola misal üçün, sən ora çıxsan 3 dəqiqə qaçanmarsan, amma baxırsan deyirsən Təbii ki, misal ki. gol vur da oynaya bilmir bu oyunçudur bu. Bunu çıxardın oyundan. Yəni bu da MMA-də elə bir şeydir də. Yəni baxır deyir, bu dalaşa bilmir, vur da onu da. Qardaş normal. Əgər amma idmançı yazırsa, yəni biraz şey edirsən də ki, buna baxırsan. Və idmançılar heç normal idmançı yəni ki, Yazmır, yəni, oradan yazmır. yazmır. Normal düzgün idmançı elə bir, yəni sən uduzdun və yaxud nəsə bir uğursuzluq oldu falan, əksinə dəstək olursan ki, yəni çünki hamının həyat, bütün idmançılar yaşayır bunu. idmançı, dostlar. Yəni normal idmançı əksinə, okey uduzdun, normal, yəni dəstək olur ki, əksinə lap da sənə çalışacaq motivasiya versin ki, əla, yəni oldu falan beşmişan, yəni. Onu yazanlar ancaq ya azarkeşlərdir. Onlar da qınamalıdır çünki bu idmanın içində deyirlər. O gəlir döyüşə baxmağa və yaxud nə bilet alır, gəlir marağındadır, gəlir baxsın eləsin. Onlar okeydir. Onların yəni uduzursan yazır, sən döyüşəmirsən. Sən orada belə eləsəydin, mən olsaydım belə eləyərdim. Cihan da kritik. Mən olsaydım belə eləyərdim. Fərman, sadəcə olaraq professional idmançılar bilir ki, idmanda həm məğlubiyyət olur, həm qalibiyyət olur. Buradan cavan idmançılarımıza tövsiyə nə verərdi Fərman? Tövsiyə səbirli olsunlar, əzmkar olsunlar. Yəni ki, əgər bir məqsəd qoyublarsa qabaqlarına, o məqsədə çatmaq üçün çalışsınlar. Yəni onların başına gələn, onların belə deyim də, yəni ki, hal-hazırda o keçdiyi şeylərdən tək onlar deyil, hamı keçib. Yəni bu dəqiqə UFC-də döyüşən, çempionlar olsun, top 10-da olanlar olsun, hamı o problemlərdən keçib, o çətinliklərdən keçib. Kim ki səbr eləyib, kim ki dözüb, onlar da Nəticə qazanacaq. nəticə qazanacaqlar. Fərman top 5 Azərbaycanlı döyüşçülər. Top 5. Deyirsən ki, Azərbaycan- Fərid müəllimə bu sualı vermişdin. O bizdə ənənədir də. Yəni biz heç Hə, bu kimi yeni bir silmirik şey. də idmandan. Əla. Biz top 5-i saxlayırıq. Onda Fərman istənilən idmançı deyə bilər, yoxsa məhz Bizim, UFC-dən? yox Azərbaycanlı Yox, MMA döyüşçülər Ha, də. MMA. Özünü deyə bilir də. Özü Конечно. deyə bilər, 100%. Fərman özün də deyə bilərsən. Burada nə var ki? 5 deyəndə ki, Yəni 5 ən yaxşı Azərbaycanlı döyüşçü. Bu 5 ən yaxşı, bizdə 5-dən çoxdur axı elə Azərbaycanda. Yəni sən ən yaxşılarını sıralama ilə Sən də. İbrahimovic kimi cavab ver. Fərman. Elə UFC-də olanlar misal üçün yaxşı döyüşçülər ki, UFC-dədilər və UFC-dən kənar da var. Yaxşı idmançılarımız. Məsələn Əli Quliyev olsun, o da hal-hazırda. Əli də yaxşıdır, Əli perspektivlidir. Quliyev, o da yaxşı perspektivli uşaqdır. Sonra Nihadın özü olsun. Nihat. Sonra Hə. o Misal üçün Bu çoxdur, Fərman. Əli Yəni ki, İskəndər Əliyev var. Əli İskəndər O misal üçün o əslində keçən ildən UFC-də olmalı idi. Prosta bəzi problemlər, bəzi misal o elə mənim Bakıda bir dənə param var idi də. Mən O MMA-yə idi. başlayandan Əli İskəndər Əliyevlə onunla başlamışam MMA-yə. Elə ancaq mən burada 2 il ancaq onunla həm güləşmişəm, həm sparring durmuşuq, ancaq onunla misal üçün də. Yəni Əli İskəndər Əliyev mən deyərdim ki, yəni 77 kiloqram çəki dərəcəsində həqiqətən çox yaxşıdır. Yəni o hal-hazırda UFC-də olmalıdır. olmalıdır. Həm stili də var belə, maraqlı stili də Hə. var onun. O UFC-də olmalıdır, çox güclüdür və düşməli idi də. Keçən ildən artıq UFC-də olmalıdır. Sadəcə bəzi problemlər, bəzi belə deyim, söz verdilər, eləmədilər bu kimi də. Yəni dediyim kimi burada da menecer məsələsi Əsas ən böyük problemdir. problem. Məncə də. Bəzən menecerlər, misal üçün menecerlər də yalan danışırlar, aldadırlar. Belə deyirlər, misal üçün eləmirlər və yaxud yəni də bu menecerlərdə dediyim kimi, yəni bəzən olur, problem olur. İdmançılarla menecerlər problem yaşaya bilir. Yəni o da idmançının karyerasına Pis təsir göstərir. pis təsir göstərir. Ona görə çox önəmlidir. Menecer məsələsi də çox önəmlidir. hamısı düzələcək, menecer də düzələcək.
Pizzalar gəldi. Pizzalar, hə, ona görə ki, fırladıram söhbəti. Çox sağ ol ki, gəldin. Həqiqətən də maraqlı oldu. Elə bir şeylər danışdın ki, yəni eşitməmişdik. Bizdə UFC-çilər olmuşdu. Onlar da maraqlı danışırdı. Çox sağ ol Fərman ki, gəldin. Siz sağ olun. Uğurlar sizə. Sağ olun, çox sağ olun. Biz sağollaşmırıq səndən. Biz deyirik ki, görüşəcəyik inşallah. İnşallah. 9:00 Zalda. yaxşı. İnşallah. Sağ olun. Zalda, istəyir zalda görüşmək. Ya mən gedirəm arada bunların zalına, bir dəfə də sən gəl, sən Yəni zala gedib orada özünü belə çəkib belə eləməklə yaxşı, deyil. mən çəkmirəm, mən çəkirlər. Hə, sıxıram, narahat olma, bura görünmür.